Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Əziz izləyicilər, bu veriliş və gələn verilişdə sizlər tərəfindən bizlərə ünvanlanan sualları cavablamağa çalışacaq. Siz də edə bilərsiniz, istədiyiniz əqidəvi və eyni zamanda təfsir yönlü suallarınızı bizə ünvanlayasınız. Bu verilişdə istərdim bu sual ətrafında danışaq ki, ilk şəriət hansı peyğəmbərin zamanında olmuşdu? Baxın, biz ötən bəhslərdə demişdik ki, Adəm əleyhissalamla Nuh əleyhissalama qədər insanlar fitrət üzərində Allaha pərəstiş etmişdilər. Və bu zamanda, yəni Adəm əleyhissalamın vaxtından Nuh əleyhissalamın vaxtına qədər hər hansı bir şəriət sahibi olan peyğəmbər olmamışdı. Bunun mənası, yəni hər hansı bir Allah tərəfindən vəlinin, vəsinin olmasının inkarı deyil. Yəni bizim əsas mövzumuz Həzrəti Adəm əleyhissalamdan Nuh əleyhissalamın zamanına qədər olan dönəmdə insanların şəriət peyğəmbərinin olmamasından söhbət gedir. Buna əsas dəlilimiz nədir? Mübarək Bəqərə surəsinin 213-cü ayəsində Allah Teala buyurur ki, Kənən nəsu ümmətən vahidə. İnsanlar bir dönəmdə vahid ümmət halındaydılar. Fəbə'səllahun nəbiyyin. Bundan sonra Allah peyğəmbərləri seçdi. Təfsirdə və rəvayətdə məlum olur ki, insanların ümmət halında yaşadığı dönəm Həzrəti Adəmdən Nuh əleyhissalama qədərdir. Yəni bu dönəmdə insanlar arasında Allaha dəvət edən, şəriət sahibi olan peyğəmbərlər olmamışdı. Bundan sonra Allah Teala peyğəmbər seçdi və bu ayədə bildirilir ki, bu peyğəmbərlər nə üçün gəlmişdi? Feyma ixtələfu fi. O şey barəsində ki, insanlar ixtilaf etmişdi. Heç şübhəsiz insanların ən önəmli ixtilaflarının da biri həmən əqidəvi və Allahşünaslıq mövzusu idi ki, Həzrəti Nuh əleyhissalam artıq insanları öz itirilmiş fitrətlərinə tərəf dəvət etdi. Və növbəti ayələrdə biz bu barədə belə oxuyuruq. Şura surəsinin 13-cü ayəsində Şərə'ə ləkum minəd-din ma vəssə bihi Nuhən. Allah Rəsuluna xitabən deyir ki, ilk olaraq biz o şəriəti sənə dedik ki, o qanunları dedik ki, elə onu Nuh'a demişdik. Diqqət edin, Nuhdan qabaq hər hansı bir peyğəmbərdən söhbət açmır. Niyə? O şəriət sahibi olmamışdı. Və yaxud digər ayədə Allah Teala buyurur ki, وَإِذْ أَخَزْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنْكَ وَمِنْ نُوحٍ. Biz bütün peyğəmbərlərdən, nəbilərdən əhd almışdıq. Səndən və eyni zamanda Nuhdan, daha sonra İbrahim və Musa və İsa ibn Məryəm və digər peyğəmbərlərdən. Diqqət edin, burada da yenə Allah Teala xitab edir. Ey Rəsulum, səndən və eyni zamanda Nuh əleyhissalamdan misaq almışdıq. Çünki siz peyğəmbərlərsiniz. Burada məlum olur ki, əsas şəriət sahibi olan peyğəmbər Həzrəti Nuh idi. Bu da onu göstərir ki, Nuh əleyhissalamdan qabaq öncədə hər hansı bir şəriət sahibi, əqidə sahibi olan peyğəmbər gəlməmişdi. Və bu barədə İmam Baqir əleyhissalam bir rəvayətində buyurur ki, Həzrəti Nuhun şəriəti nədən ibarət idi? İmam Baqir buyurur ki, Kənət şəriyyətü Nuh əleyhissalam ən yu'bədəllah bit-təvhid vəl-ixlas və xələ'əl-əndad. Həzrəti Nuh əleyhissalamın şəriəti bundan ibarət idi ki, yalnız yeganə olan Allaha ibadət olunsun, yalnız ona görə əməlləri ixlas olunsun və Allahı hər hansı bir şeyə bənzətməsinlər. Və hiyyə əl-fitrətülləti fətərən-nasə əleyha. Və bunlar hamısı elə insanların daxilində olan fitrət əsasındadır. Yəni insanın daxilində fitrəti də tək Allahlığa yönəlmişdir. Daha sonra buyurur ki, eyni zamanda Həzrəti Nuhun şəriəti bundan ibarət idi ki, namaz qılsınlar, əmr biməruf, nəhyəz münkər etsinlər, halal haramları var idi. Daha sonra buyurur ki, وَلَمْ يَفْرِزْ عَلَيْهِ أَحْكَامِ الْحُدُودِ. Amma hər hansı bir hədlər, yəni şəriətin hədləri Həzrəti Nuhun zamanında olmamışdı. Və la fərzə məvaris. O zaman irs də yox idi.
Fəhazihi şəriətuhu. Bunlardır Həzrəti Nuhun şəriəti. Nəticə olaraq bunu deyirik ki, bəli, Həzrəti Nuh əleyhissalamdan şəriət başlamış. Nuhdan qabaq hər hansı bir şəriət sahibi olan peyğəmbər olmamışdı. Nuhdan qabaq olan Həzrəti İdris və eyni zamanda Adəm əleyhissalamın övladları şəriət sahibi olmayan elçilər idi. Bunlar yalnız və yalnız növbəti peyğəmbərə yəni zəmin yaradırdılar, hazırlıq yaradırdılar və insanlar bu dönəmdə öz fitrətlərinin üzərində Allaha pərəstiş edirdilər. Və Nuh əleyhissalam ilk peyğəmbər idi ki, şəriətlə Allah tərəfindən gəldi və insanlara təvhid və digər məsələləri açıqladı. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.